Salam dostlar. Deməli bu dəfə sizin üçün keçən dəfə dediyim kimi hansı aparatlar almışam onu göstərəcəm. Deməli 2 aparat aldım. Bir bu dırnaq qurutma, gel qurutma aparatını. Bir də bu frezer aparatını almışam. Dırnağı həm manikür etmək üçün, həm də təmizləmək üçün, dırnaqdan geli təmizləmək üçün bu aparatı almışam. Və son, yəni dediklər kimi aparat alanda ən məşhur olanı budur. Yəni Sun markasıdır. Sizə çalışın bu markadan alın. Mən aldığım Sun 5 Plus'dır. Digər isə belə, bu da demək olar ki, eksen ustalarda olan aparatdır, frezer aparatıdır. Deməli, bunu neçəyə almışam? Bunun buralarda qiyməti olmalıydı. Haradasa. Hə, bunu 45 manata almışam. Bunu da neçə almışam? Bunda bu 65 manat idi, amma 65 manat almadım da. Bunu 50 idi, 50 idi neçə idisə bunu alanda. Bu da 45 idi, səhv eləmirəmsə bunu 35 aldım. Bu da 65 idi, səhv eləmirəmsə 55 almışam bu iki aparatı. Bundan başqa aparat almamışam. Deməli, bundan başqa almaq olardı. Yəni, əgər bütçəniz varsa, ala bilərsiniz. Toz üçün, tutaq ki, geli təmizləyirsinizsə, altına yerləşdirirsiniz həmin aparatı. Dırnağın tozunu, qırıntılarını falan hamısını üzünə çəkmək üçün olan aparatdır. Hə, dırnağı təmizləyənə dırnağı üstünə qoyursunuz. Bütün tozu falan təmizləmək üçün. Sadəcə mən yenə deyirəm, mən hələ ki evdə özüm üçün eləyirəm deyə, yəni stolun üstünə başladım mən necə eləyirəm? İri bir salfetka sərirəm. Dırnağı onun üstündə təmizləyirəm. Daha sonra onu salfetkanı atıram gedir. Yəni toz torpağı da onun üzərinə yıxılır. Amma üzümə mütləq şəkildə maska taxıram. Çünki toz qırıntıları insanın nəfəsinə falan gedə bilər. Onun üçün yəni üzümə maska mütləq şəkildə taxıram. Bir də başqa bir nə ala bilərsiniz? Bir də sterilizasiya aparatı var. Onu ala bilərsiniz. Sterilizasiya aparatı da ki, bu istifadə etdiyiniz frizerlərdir və ya digər əsasən bu frizer başlıqlarını sterilizə etmək üçün o alınmalıdır. Onu da mən dostlar üsulla necə edirəm, onu da sizə deyərəm. Belə aparatı göstərim sizə. Belə Sun 5 Plus aparatıdır. Bu şekilde. Evet, budur. İstifadə elədikdən sonra təzən qaytarıram, öz yerinə qoyuram. Bu belə normal bildiğiniz aparatın içərisində adaptörüdür. Belə dərəcələri falan var, saniyəsi falan var. Qurutmağı əladır. Yəni hamının qurutduğu şəkildə də, yəni saniyədə qurudur. 20 saniyə, 60 saniyə belə qurudur. Yəni normal gel 60 saniyədə qoyuruq, 60 saniyədə qurudur. İşıqları iridir, hamısı yanır. Alanda mütləq şəkildə bunlara fikir verin. Bütün lampalarını yoxlayın ki, lampalar hamısı yanmalı olsun, yansın. Sonra keçək bu frezer aparatına. Bu frezer başlığını qoymaq üçün olan da budur. Belə. Bunu çıxardım burada. Görürsünüz deyə. Belə bir başlıqdır. Bu fikir verin buna. Belə buradan açılır.